Parana çayına aid olmayan əlamətlər müəyyən edin. İlk növbədə onu deyək ki, Parana çayı Cənubi Amerikada yerləşən bu çay mənbəyini Braziliya yaylasından götürür və La-Plata ovalığından Atlantik okeana tökülür. Bu çay üzərində bu çaya aid olmayan əlamətlər seçməliyik. İlk növbədə baxaq bəndlərimizdə. Mənsəbində delta formalaşmışdır. Xeyr, bu çayın mənsəbində La-Plata körfəzi, yəni eyni zamanda həmin o körfəz estuari, yəni mənsəbli çaya belə deyək də, Parana çayı estuari mənsəblidir və həmin o ərazidə La-Plata körfəzi də formalaşmışdır estuari nəticəsində. Demək ki, delta yanlış bənddir. 2. Dekabr, yanvar, fevral ayları bol su olur. Bəli, bu çay subekwator iqlim qurşağından mənbəyini götürdüyündən bura çaylar əsasən yağış sular burada yay aylarında, yəni cənubun yayı deyəndə dekabr, yanvar, fevral ayları nəzərdə tutulur ki, və bu aylarda yağıntılar bol olur və bizdən yanlış bəndi istədiyi üçün bu bəndi seçə bilmərik. Orta və aşağı axında dəyişkən rütubətli meşələr zonasından keçir. Xeyr, bu orta və aşağı axını ərazisi əsasən bu ərazilərdə çöl, meşə çöl və eyni zamanda da belə deyək də bu ərazilərdə coğrafiyalı meşə və kolluqlara rast gəlinir ki, və buna görə də burada dəyişkən rütubətli meşələr deyil, çöl, meşə çöl və coğrafiyalı meşə kolluqlara rast gələ bilərik və bu da yanlış bənddir. Demək ki, biz burada doğru bənd kimi bunu seçəcəyik. Belə ki, bizim burada doğru bəndlərimiz yəni yanlış olar, amma bizə doğru sayılacaq bəndlər 1, 3, 4-ə baxırıq. Enerji alması və balıqçılıq geniş istifadə. Bəli, enerji alınmasında və balıqçılıqda geniş istifadə olunur. Bu da doğru bənddir, amma biz bunu seçmirik. Ona görə nəqliyyat və böyüklük, bəli, nəqliyyat əhəmiyyəti də var bu çayın. Ona görə də biz bunu da doğru bənd kimi seçməyəcəyik. Daha doğrusu doğru bənd kimi seçməyəcəyik. Bəli, doğru bənddir deyə. 6. Dünyanın ən düz şəlaləsi onun qollarından birinin üzərində yerləşir. Dünyanın düz şəlaləsi bildiyimiz kimi Anhel şəlaləsidir və Orinoco çayının Çurun qolu üzərindədir və bu deyil. Ona görə də biz bunu yanlış bənd kimi götürəcəyik. Demək ki, bizim doğru bəndlərimiz burada 1, 3 və 6 bəndləri oldu.